Salam, xoş gördük hörmətli BATV izləyiciləri. BATV-nin növbəti buraxılışı efirdədir. Studiyada mən Şirvani Ədilli və Güney Azərbaycanlı milli fəal Həbib bəy Yakomozdur. Bugün biz Güney Azərbaycan Milli Hərəkatı, onun mübarizəsi və gələcək planları haqqında danışacağıq. Öncə kanalımızı bəyənin və paylaşın ki, daha çox izləyici görə bilsin. İlk olaraq Həbib bəy haqqında qısa məlumat verim. Həbib bəy Güney Azərbaycanın Ərdəbil əyalətinin Muğan bölgəsində doğulub. Gənc yaşlarından Güney Azərbaycan Milli Hərəkatının fəal iştirakçılarından olub. Bugün siyasi mühacir həyatı yaşayır. Xoş gəlmişsiniz bir daha Həbib bəy. İstəyirəm ilk olaraq sualı belə qoyum, bu sual üzərində söhbətimizə başlayaq. Əvvəlki müsahiblərimə də bu sualı həmişə verirəm. Artıq İran adlanan dövlətdə bir ildən çoxdur ki, Azərbaycan türkü olan bir prezident vəzifədədir. Bu il yarımdan çox müddətdə nə dəyişdi? İranda nə dəyişdi və Güney Azərbaycan Milli Hərəkatı üçün nə dəyişdi? Çox sağ olasınız. Mən bu suala belə deməliyəm ki, yəni gözləntinin əksinə olaraq elə ilk bir haşiyə çıxmalıyam. Yəni bu belə deyil ki, ilk dəfə İranda türk soylu. Bəli, ilk dəfə deyil, bundan öncə də olub. Prezident bilirsiniz. Yəni İran İslam Respublikası qurulanın birinci prezidenti Bəni Sədr özü də həmədan türklərdən olubdur. Ondan bəri gəldi, indi Qəzvindən olubdur, Rəzaidi, Bahünərdi, nə bilim, hətta 8 il İran-İraq savaşını idarə edən zamanı ən əsas fiqurlardan onda nazirlik, baş nazir postu var idi, Mir Hüseyn Musəvi, o da iddiasına görə türklərdəndir. Yəni bu belə baxanda ümumiyyətlə elə İran idarəçiliyi türklərin elədir. Amma Pezişkiyanın məsələsi fərqlidir. Yəni qısa konkret desəm, sadəcə bu ritorika dəyişilib. Yəni o biraz yumuşaq formada necə deyim, davranırlar, güya belə göstərirlər. Amma reallıqda heç nə dəyişilməyib. Örnək üçün, bax, sizə məsələdə bir... Yəni, bax, siyasi, xüsusən də bu siyasi məhbuslar deyəndə, Güney Azərbaycan Milli Hərəkatını nəzərdə tuturuq. Onsuz da bu Fars territoriyasında bu pan-İrançılar, müxalifət ümumiyyətlə ki, opozisyon tanınırlar, Fars mərkəzli. Onların məsələsi yetərincə mediaları var və bizdə də aidiyyatı yoxdur. Mən burada biz ümumiyyətlə Güney Azərbaycanı və İranda yaşayan digər qeyri-farslardan, özəlliklə də türk kökənli, indi türkəmən türkü var, Qaşqayı, Bıçaqçı türkləri, bunların hamısını nəzərdə tuturuq və digər Azərbaycan türkləri. Xələtçilər zat belə daxil olmayıb. Ümumiyyətlə, yəni bizə heç nə dəyişilməyib. Sadəcə ərz elədim ki, o ləffazı deyirlər, ritorikası, ləhni dəyişilibdir və elə hər şey yerindədir. Məhbuslarımız davam edir. O deyirlər ki, yəni əvvəldə bu təəssüflə siyasətin acı üzü odur ki, həmişə o bir pis var, bir də pisdən pis seçim məsələsi vardır. Hal deyirdi, hər nədir bu özümüzdən də, ətimizdə isə sümüyümüzü atmaz. Amma təəssüflə görürük ki, artıq sümüyümüzü sındırıb atırlar. Əlbəttə bunu mən yenə də bir nağarası bir dənə sizə möhtərəzədəki deyərlər, ay parası içində bir şey məsələni açım. Çox yazıqlar olsun. Bu həmişə belə olubdur siyasət aləmində. Yəni bir açmazda ki, qalıb məsələn milli hərəkət kimi bir nəhəng bir hərəkət istəmədən oyuna gəlibdir. Yəni minimum imtiyazlara əldə etmək ümidi ilə bilirlər. Bu bilərəkdən həmişə oyuna gəliblər. Yəni qaçılmaz yol olubdur da. Yəni istəməyiblər ki, deyirlər ki, hesabdan yaxşıdır. Buna görə Qərbi Azərbaycan, Güney Azərbaycanda Qərbi Azərbaycan əyaləti var, Ustan Azərbaycanın qərbi. Yəni bunu Ermənistandakı Qərbi Azərbaycan deyirik. O tamaşaçıları səhv salmasınlar. Mərkəzi Təbriz olan. Mərkəzi Urmiya olan Qərbi Azərbaycan. Şərqisi Təbrizdir. O Qərbi Azərbaycanda özəlliklə onun mərkəzi başkəndi Urmiya və Sulduzlar istisna olmaqla həmişə o şəhər şurasında, ondan sonra deputatlarda, xalq nümayəndə seçimində bilərəkdən ki, hakimiyyətə legallıq gətirilir. Biz məcbur edirik, Kürdlər çoxunluq
deməz, yəni birinci səsi qazanıb iddia eləməsinlər ki, biz çoxunluqdayıq, ona görə birinci səsi qazanmışıq. Mən özüm də zamanında getmişəm, qrupda iştirak eləmişəm və əlimdən gələni də söz eşidən dostlara dəvət eləmişəm, çağırış eləmişəm ki, gəlin. O məsələsi fərqlidir. Amma çox ya təəssüf, mən bunu bu acı bir həqiqətlə bağlamaq istəyirəm. Seçkilərin qızğın ərəfəsində mən daha dəqiq Tehranda Pezeşkiyanın seçki qərargahının və o başçısı Güney Azərbaycan Milli Hərəkatının fəal üzvlərindən olub. Təbii ki, əlaqələr var idi. Dəqiq bizə məlumat gəldi ki, bu pan-İrancılar və hakimiyyətdə olan o dərin dövlətçi var manifestləri, yəni farsçılıq əsasındadır. Onlar demişlər ki, bu nə ozadır, bu nə oyundur, pan-türklər buranı alıblar əllərinə. İran kəşfiyyatından deyiblər ki, özünü narahat eləməyin. Biz sadəcə bu seçki günlüyüncəndir, bunlara meydan vermişik. Qoy nə deyirlər, desinlər. Onsuz artıq danışırlar, seçki gününün bitmək əmin. Bunun da hamısı qapanacaq, bağlanacaq və artıq danışanda tutmasacaq həbsi. Və elə də oldu konkret. Hətta Arıman adında əlaqəsi olmayan bir söz deyim. Təbriz Universitetində Azərbaycanlı öyrəncilərdən ya tələbələrdən ibarət Arıman adında bir dənə yaxşı dərnək qurulmuşdu və Pezeşkiyanın bütün seçki qərargahları qərar edir yerində qala və davam edən milli məsələlər üzrə. Onların hamısını seçki qərargahlarını kapatdılar heç. O Arıman qurumunu da birbaşa eynən onlar kimi tamamilə yəni yeridibli bağladılar. Yəni heç nə dəyişmədi. Ümumiyyətlə buna iki cür yanaşanlar var. Bir fikir budur ki, rejimin öz planıdır ki, elə milli hərəkat, Güney Azərbaycan milli hərəkatını neytrallaşsın, yatırsın, zəiflətsin. Bu məqsədlə bu türkü gətiriblər hakimiyyətə. Bu sözsüz ki, rejimin planıdır, buna heç kimin şübhəsi yoxdur, rejimin planına uyğun gedir. Amma başqa bir fikir də var ki, başqa bir yanaşma da var ki, bir türkün İranda prezident olmağı həm də milli hərəkata bir ruh verir, inam verir. Ümumiyyətlə türk insanlarına, türk əhalisinə bir inam verir ki, bizim millətdən olan biri hakimiyyətdədir. Buna necə baxırsınız? Doğrudanmı bu türkün prezident olmağı milli hərəkata hardasa bir inam, ruh verir? Baxın, o ki, hər bir şey, yəni ya ağ görəsən, ya qara, bu məntiqdən uzaqdır. Təbiidir ki, hər şeydə insanların istədiyi kimi getmir. Amma bayaq dediyim kimi, bax, bu ki, türkləri neytrallaşdırmağa, filana ölçülüb biçilmiş, bu gəlmişdi. Yox, hakimiyyət çıxılmazda qalmışdı, legallığı yox idi, yəni artıq məşruiyyətini itirmişdi və İranda bu reallıqdır. Yəni mən bunu desəm, bunun özü ayrı bir mübahisəli mövzudur. Eləmək olar bunun üstündə saatlarla, aylarla hətta belə danışaq. Faktiki Fars deyə, Fars əsilli bir etnik yoxdur. İran monoetnik deyil, çox millətlidir və bu millətlər də tamamilə qeyri-farslar təşkil edir. Amma Fars adında Esperanto kimi bir dil yaranıb və hakimiyyət farslıq və İrançılıq əsasında davam edir. Onun da qarşısında ən təhlükəli güc reallıqda Güney Azərbaycan milli hərəkatıdır. Pezeşkiyanın təkcə hakimiyyətə gəlməyinin, bütün o yaranmaz işlərlə yanaşı və verdiyi vədlərin reallaşmamağından, məsələn, internetin açılacağını vəd vermişdi, o olmadı. Türkçə təhsili də vəd vermişdi. Yox, Türkçə təhsili konkret vəd verməmişdi. Demişdi ki, bunların haqqıdır. Ən azı ruhani, bunu yəni bundan qabaq rəis idi ki, vaxtı bitməmişdən həyatını dəyişdi. Ondan qabaq ruhani, onda o bizlik oldu ki, başardı bu ünsüzdən sui-istifadə eləyə, Urmu gölünün bərpasına, ondan sonra türk dilinin mədəniyyətinin ocağının qurulmağına, təhsilinə filanına vəd verdi. Baxmayaraq ki, təbii vədisində qalmayacaqdı, amma onu verdi. Pezeşkiyan konkret belə bir vəd vermədi. Sadəcə deyir ki, hə, bu hüquqlar olmalıdır. İndi biz təlaşlar da elədi, bizdən atırdı ki, məsələn, o nisbi muxtariyyət, o qubernatorlar ki, deyirlər, standartları qismən biraz onların o ixtiyaratlarından da çox azsın. Amma bütün İranda vahid dövlət yoxdur deyə, yəni həm beynəlxalq arenada, həm də daxildə insanlar bilmirlər kimlə qarşı-qarşıyadırlar. Yəni hər bir çox qurumlar var ki, görünmür, kamera qabağına gəlmir, rəsmi məsuliyyəti yoxdur, amma qərarı onlar verirlər. Bütün bunlar əl-ələ verdi. Pezeşkiyan yəni özü də inanmırdı həqiqətən prezident ola.
Üçüncü dəfələrlə təkrar edirdik. Sadəcə mən meydan qızışdırmağa gəlmişdim. Amma Hı. iş belə gəldi. Bir sözlə mən bunu diqqətinizi çəkdim. İranda belə bir sistem vardı. Seçkilərdən qabaq nəzarət şurası var. Şura nigahban deyirlər. Bəli. Təbiidir ki, şura o seçkilər nəzarət şurası da təhlükəsizlik orqanlarından aldığı məlumatlar əsasda insanların o CV-sini nəzərdə alaraq bunun səlahiyyəti var bu hakimiyyətdə bir vəzifəyə gəlsin, gəlməsin. Məsələn, deputat, şəhər şurası, prezident, nazir filan. O əsasda bunların səlahiyyətini qəbul və ya rədd edirlər. Təsdiq edirlər və ya rədd edirlər. O əsasda bu maraqlıdır ki, bilirsiniz də, bundan əvvəlki deputat seçkilərində, yəni parlament seçkisində Pezeşkanın zaten səlahiyyətini qəbul etməmişdilər. Yəni təhlükəli görürdülər bu sistemə, hakimə. Amma əksinə, gör şərait necə gəldi, məcbur oldular buna ondan yuxarı vəzifədə ölkənin bir nömrəli icraiyyə qüvvəsinin rəhbəri seçdilər. Amma həmin icraiyyə qüvvənin rəhbəri gəldi konkret 12 illik savaşda dedi ki, biz 3 nəfər əsas qüvvələrin başçısı, yəni ədliyyə sistemi, məhkəmə sistemi, ondan sonra parlamentin rəhbəri və Milli Parlamentin sədri, bir də Pezeşkan, dövlətin başçısı. Biz qərar verdik ki, güya bir dənə layihəni xalqın nəfinə icra eləyək, onu ayrı bir qurum təsdiqləməli. Yəni o iqtidarımız yox idi. Yəni prezidentin səlahiyyəti rəsmi olaraq yoxdur. Sadəcə özü istəsə belə o planları həyata keçirə bilməz. Mümkün deyil. Çünki o bir dənə burada təkcə dəyişiklik, məcburi hicabın qismən azadlığı olubdur. O da Pezeşkanın qadından deyil, iqtidarından, iradəsindən deyil. Xalq ona görə qan veribdir. Aylar həqqilər, hədis nəcəfilər verilibdir. Və təəssüflə də o 1500 nəfərin hamısı etnik çoxunluğuna baxdıqca kökünə gedirsən, farsların da adına vurursa, məsələn, Kəristə olurdu, yaşayırdı hədis nəcəfi. Amma bu o demək deyil ki, o türk deyildi. Yenə elə yükün çoxu bizim xalqımızın belində oldu. Yəni real olaraq heç nə dəyişmədi. Belə deyək, heç nə dəyişmədi. Sadəcə ritorika dəyişibdi. Yumuşaq formada, çünki bax zindanların daha da çoxalıbdır və ağır cəzalar verilibdir və Pezeşkan bu güncə bir dəfə Güney Azərbaycan Milli Hərəkatının məhbuslarının indi 33-cü günün aclıq aksiyasında canların təhlükədə ciddi surətdə ola qətiyyən ona bir dənə açıqlamaya müdaxilə eləməyibdir. Çünki iqtidarında deyil. Bəs bu insanlarda inam hissi, bir ruh yüksəkliyi, o məsələdə necə? Yəni o varmı? Bir türkün prezident olması milli hərəkata daha çox inam verər, ruh verir insanlara. Bilirsiniz, bir dənə bizim uduşumuz oldu. Bu gerçəklikdir, yəni bir reallıqdır ki, Azərihad deyə bir qurum vardı. Pan-İrançılıq əsasında və İran kəşfiyyat orqanlarının birbaşa onun himayəsi ilə onlar fəaliyyət edirlər. Anti-türk və qəti anti-Azərbaycan Güneyli Quzeyli. Bunlar bir qurumdular. Təbrizdə Şahnamə gecələri qoyurlar, nağayırlar. Onların biraz qol qanadı sındı və onlar ki, Tehranda zətdə çox qalmışdılar. Danışıqda deyil, özlərini türk bilməkdən, məsələn, türk adlandırmaqdan çəkinirdilər. Yəni belə təbliğat əsərində türkü o qədər vandal, mədənisiz filan göstərmişdilər. Dərslik kitablarında belə. Adamı danışdırırdın, ləhcəsindən görürdün ki, bu türkdür. Amma deyirdi ki, farsça deyirdi ki, mən xodəm farsəm, babam türkə. Yəni mən özüm farsam, ata-anam türkdür. Elə bilirdi ki, fars danışmağı, yəni fars olmaqdır. Və baxmayaraq ki, fars olmaq da bir töhfə deyil. Bildiniz, amma onu mədəniyyət kimi bir şey qəbul edir. İndi həmin o ab-hava, həmin o düşüncələr küllü halda nəzərdə tutsaq, yəni kütləni artıq sınıbdır. Yəni şəstlə, şücaətlə, fəxarətlə deyir ki, demirim mən Azəriyəm. Ən azı deyir, ən yaxşı halda türklüyün dana bilməyəndə deyirdi mən Azəriyəm. Müsbət tərəfi bir dənə bunu belə qeyd edir. O bir dənə o Azəriyəm sözü artıq sınıfda açıq-açıq deyir türkəm və bunu da fəxrlə deyir. Çünki prezident özü deyir ki, türkəm. Çünki prezident adam, özü birinci nömrəli şəxs deyir ki, mən türkəm. Yoxsa bu deməli bu pis olsa deməzlər. Ona görə özlərini türklüklərini inkar edən və ya ən yaxşı halda məcburi Azəri deyən özlərinə artıq o məsələni qoydular qırağa. Bir dənə deyimə görə duruşumuz budur, vəssalam. Aydındır. Sonra keçək bu 12 günlük müharibə baş verdi. İran son bir ildə İranda olan ən əhəmiyyətli hadisələrdən biridir, ən mühüm hadisələrdən biri 12 günlük savaşdır. İsrail-İran arasında 12 günlük savaşdan sonra nə dəyişdi İranda?
müsbətə azadlıq istiqamətində ya başqa istiqamətdə nə dəyişdi? Ya milli haqlar istiqamətində rejimin siyasətində nə dəyişdi? Yox, sizin bəlkə də təfəkkürünüzün, düşüncənizin əksinə gözləmədiyiniz mən bir cavab verəcəyəm ki, İranda yenə də deyirəm, bizim əsas danışığımız Güney Azərbaycan türkləri və digər türk etnik mənsubları, Türkiyə məzəti xalqı və ümumiyyətlə türk dünyası üzərində, İran türklərinin üzərində biz danışırıq. Yəni əhəmiyyəti yoxdur mənə bəluçlarda nə dəyişib, dəyişməyibdir. Düzdür, onlar da bir insan olaraq hüquqları bərpa olsa yaxşıdır. Amma iç məscidin içidirlər. Bax, bizə gəldikdə dediyim məsələdən sonra heç nə dəyişməyib, daha da sərtləşib bəzi şeylər. Bu reallıqdır. Daha da sərtləşib. Daha da sərtləşib. Amma pan-İrançılıq dozası çox ciddi olub. Bu hakimiyyət ki, 1975-də əsasən monarxiya və ya şahənşahlıq sisteminə qarşı və şüarı ilə, sloqanları ilə gəldi iş üstünə, ədalət, İslam əsasında qardaşlıq, hər şey belə olacaq. Bu gördü ki, yaman gündür. Bütün o İslami şüarları, manifestlərin, hamısını qatladı qoydu sandığa. Getdi, güya məsələn o Şahnamədə oxatan Arəş, Müfid, İranın İslamla əvvəlki nağılları, tarifi, hekayələri zadı qabartmaqla, nə bilim, Şahnaməni boğd etməkdən filan belə bir vəziyyət oldu. Amma reallıqda İsrail çox yaxşı bacardı istədiyi anda, istədiyi yüksək rütbəli hərbiləri yerində məhv etdi, istədiyi çox strateji əhəmiyyətə, yəni hərbi baxımdan strateji əhəmiyyətli bazaları, sonra o raket istehsalı yerləri, məkanları hamısını vurdu və İranın hava məkanının bir vəziyyətə saldı ki, elə bil ki, orada rahat parad gedirdi, yəni başsız qalmışdı reallıqda. Amma adısı da buradır. İran'da ancaq bir məsələsi də var, bununla da o güclü İran, ondan sonra hətta o könüllülər var, bəsicilər deyərlər kütlədə, elə sadə inanmışdılar ki, həqiqətən o məsələn generalların, sipah generallarının falanın ritorikalarına, dəbərsələr, İsraili yerində məhv edər. Bu sındı. Yəni bu mif sındı. Dəqiqən sındı. Yəni belə necə deyim, bərbad vəziyyətə düşdü. Əlləri oxundu da bir-bir deyir, olca açıldı ki, elə çəntədə elə də bir şey yox imiş. Qətiyyən bu yəni faktdır göz qabağımda. Amma bunlar bunu saxlamaq üçün yenə media falan əl gətirdilər və maraqlısı buradır. Bilirsiniz niyə İsrail güya məsələn dayandırdı? Belə bir məsələ vardı ki, müharibəni niyə dayandırdılar? Güya deyirlər ki, İsrailin arsenalı zəifləmişdi, azalmışdı, onu təzədən bərpa eləmədi. Yox, İsrail hardan bilirdi ki, bu İran dayanacaq, dayanmayacaq, nəyə qadirdir, nəyə qadirdir. Bizdə müəyyən qədər məlumat olmasaydı müharibəyə girməzdi və uğurlu da oldu. Amma hər şeyi bilmirdi. Bunlar dedilər yeraltı şəhərciklər var, raket şəhərcikləri var. Şəhrəçay Muşəki deyirlər. Belə. Bunlar bilmirdilər ki, hamısı hardadır və nə qədər, bunlar nə zərbə vura bilərlər. Onu yəqin ki, hesab-hesab eləyib müharibəyə girmişdilər. Və nədəndir? Sizə sual deyil ki, İranın o boğulan yerində, o nəfəsini qırılan, bütün o iddialı olan, məsələn, o qabağına yeməyənlər, özləri döşlərinə döyənlər, elə açarıq, belə kəsərik deyənlər, hamısı qaçıb girmişdi yer altına, başda ali diniz və siyasi rəhbəri olmaqla, ölkə tamamilə başsız qalan bir vəziyyətdə hər şey, o strukturlar, hərbi xüsusilə də infrastrukturları belə çökmüşdü. Nədən o anda dayandırdılar? Ki, fürsət verələr, təzədəndən o zəiflərin artıq bildi də, o pədahəndi məsələ vardı da, hardandır zərbələr yedi, haralar zəifləri vardı, onları bərpa eləyər, müəyyən müttəfiqlərindən yenə də daha da güclü silahlar zadılar. Niyə bu fürsəti verdilər? Çünki onlar gözləyirdilər, xalq töküləcək küçəyə, baxsaz o repressiv qüvvələrin ki, yeqanvicə deyirlər, polis bölmələri, onların mərkəzlərində vurdular da, ki, eləyə bilməsin xalq başçısını. Bununla belə yenə xalq çıxmadı küçəyə. Bilirsiniz niyə? Xalqın əksəriyyətini türklər təşkil edirlər. Türklər də dəfələrlə istəyirlər. Biz qan vermişik, qazancın farslıq əsasında bir hakimiyyət bəhrəsini götürüblər. Ona görə alınmadı və bunlar da hiss elədilər ki, güya məsələn, xalq bu İran İslam Respublikasının hakimiyyətini istəyir. Xalq təbiidir ki, o hakimiyyətdən keçib. Onun reformisti olsun, o
sünnəti, islah tələb, usulgara deyirlər. Bunun hamısından keçiblər. Məsələ budur ki, şu çoxunluğu reallıqda Tehranın özündə belə türklər təşkil edirlər və dəfələrlə bu buzma olubdur. Ona görə biz o zaman biz bu ciddi qarışarıq bir iş görərik ki, xalqımız yanı. Onda bilər ki, ən azı bir nisbi muxtariyyət olacaq. İlk insan hüquqlarımız bərpa olacaq. Buna da çox süper güclər, başda Amerika olmaqla bilirlər. Gördülər o ərəfədə hakimiyyət getsə, vətəndaş müharibəsi düşəcək ciddi surətdə və türklər təzədən hakimiyyətə qayıdacaqlar. Çünki alternativ o 5-6 dənə pəhləvçi, monarxistlər onlar da o cəsarət yoxdur sinəsini açaq qızıl güllənin qabağına hakimiyyət istəyə. Ona görə bu diqqət eləsəz, bunu yenə də mən bir arada bir haşiyə çıxmaq istəyirəm. Zərif keçmiş İranın Xarici İşlər Naziri gəldi açıqcasına dedi ki, biz bir zaman dedilər ki, Tehran bizə dedilər, kimlər dedi? Həmin o süper güclər ki, dünyanı dolandırırlar qara qüvvələr. Onlar dedilər ki, elə etməyin ki, əlimizi üzərimizdən götürək, bir həftədə Tehranda türkçə danışmağa məcbur qalacaq. Bu göstərir ki, bu reallıqdır. Onlar da başa düşüblər. Amma o türkəfobiya ki, dünyada vardı, onunla anlaşa bilmədilər. Hələlik belə yarımyaylaq məsələni saxladılar ki, görək nə olur, necə anlaşa bilirlər. Məncə bundan başqa bir səbəbi yox idi müharibəndə dayanmağın və böyük də zərbə vurdu İranın İslam Respublikasının imacinə. Aydındır. Yeri gəlmişkən növbəti sualı bu Tehran məsələsi haqqında vermək istəyirəm. Öncə tamaşaçılar üçün qeyd edeyim, Həbib bəy həm də şairdir, jurnalistdir, eyni zamanda tədqiqatçıdır. Türk tarixi, Azərbaycan tarixi və mədəniyyəti istiqamətində, türk dili istiqamətində çox dəyərli araşdırmaları var. Gələcək verilişlərimizdə nəzərdə tuturuq ki, həmin məsələlər haqqında da söhbət edək. Həbib bəy, keçən həftələrdə Bütöv Azərbaycan Ocaqlarının təşkilatçısı ilə bir dəyərli masa keçirildi. Güney Azərbaycan Milli Hərəkatı mövzusunda. Siz də o dəyərli masanın iştirakçıydınız. Dəyərli masada Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud bəy Bilgin çıxışçı idi. O öz çıxışında da toxundu, yadınızdadırsa, Tehran məsələsinə toxundu ki, Güney Azərbaycan Milli Hərəkatı artıq gələcəkdə Tehranda baş verəcək proseslərə təsir etmək haqqında düşünür. Yəni, bu məsələlər haqqında danışdı. Ümumiyyətlə, bu məsələdə bizim istiqlalçı güneyli fəallarımızın fərqli mövqeləri var. Bəri başdan deyək ki, bütün mövqelərə, bütün fikirlərə biz hörmətlə yanaşırıq. Əsas odur ki, fikir səmimi olsun. Səmimi deyilən, istənilən fikrə biz hörmətlə yanaşırıq, amma hər kəs də öz fikrini bildirə bilər. Bu, bəzi istiqlalçı təşkilatlar, istiqlalçı fəallarımızın Tehran məsələsində fərqli mövqeləri var. Onlar hesab edirlər ki, Güney Azərbaycan Milli Hərəkatı sırf Təbriz mərkəzli olmalıdır. Tehran mərkəzli istənilən hərəkata qoşulmamalıdır. Heç bir Tehran mərkəzli olan heç bir hərəkata qoşulmamalıdır. Çünki Tehran mərkəzli istənilən dəyişiklik bizim ziyanımıza olacaq, bizə bir xeyri olmayacaq. Bu, mənim o şəxslərlə söhbətlərim olub, mübahisələrim də olub. Mənim fikrim fərqlidir. Mən hesab edirəm ki, əksinə 20-ci əsr ərzində 4 inqilab olub. Hər 4 inqilabın 4-ünün də nəticəsi bizim xeyrimizə olmayıb. Nəticədə biz türklər heç nə qazanmayıb. Yəni, Səttarxan hərəkatı, Xiyabani hərəkatı, Pişəvəri şəriət mədarı hərəkatları. Yəni, bunlar nəticə olaraq türklər öz haqlarını qazana bilməyiblər. Və mən əksinə olaraq onunla izah eləyərdim ki, o 4 hərəkatın 4-ündə də Tehran mərkəzli proseslərə, Tehranda gedən proseslərə türklərin təsiri olmayıb. Türklər Tehranda gedən proseslərdə söz sahibi ola bilməyiblər. Ona görə, bəlkə də ona görə bu hərəkatlardan bizim xeyrimizə nəticə olmuyor. Bəlkə də söz sahibi olsaydılar, Tehrandakı proseslərə nəzarət eləyə bilsəydilər, o proseslərə təsir eləyə bilsəydilər, bəlkə də o inqilabların, o hərəkatların nəticəsini öz xeyrimizə dəyişə bilərdik. Siz necə düşünürsünüz? Bugün Güney Azərbaycan Milli Hərəkatı gələcəkdə Tehran mərkəzli bir hərəkatlara, proseslərə, dəyişikliklərə təsir eləyə bilərmi və bunu planlaşdırırmı və bundan müsbət nəticə
qazana bilər. Çox maraqlı Necə sualdır. düşünürsünüz? Çox sağ olasınız. Özünüz demək olar geniş və əhatəli açıqladınız. Ancaq bir söz deyim. Bu ki, burada bəzi dostlar deyirlər və ya sizin özünüzdə ola bilər düşüncəniz budur ki, bütün inqilablar bizim zərərimizə oldu. Düzdür, nəticə olaraq Nəticə olaraq, sonuncu bəli. zərərimizə Bəli. oldu. Amma unutmayın, Pişəvər hərəkatı seçilirdi. İstisna olaraq Bəli, Pişəvər hərəkatı ən azı bir milli, rəsmi surətdə dövlətçiliyimizə imza atdı və Bəli, bəli. o söz Əhəmiyyəti böyükdür onun. əlbəttə kül Yeri altında gəlmişkən 80 illiyi yaxınlaşır. bəli. Artıq 21 ay azərki deyirlər, başlanıbdır və elə buradan da mən bütün o milli hərəkatın, o zaman Demokrat Firqəsinin qurucuları, o müstəqil ən az da olsa, Bəli. o bir illik Tariximizdə çox böyük əhəmiyyətli bir hadisə olub. və onda bütün əməci olanların, ölənlərinin ruhu şad olsun, onların Amin. törəmələri də can sağlığı diləyirik və daha da uğurlu inşallah bu davam olsun və həmin hökumətin ardı qurtarıcı milli hökumət sizə qovuşsun inşallah. İnşallah. Amma bir məsələ də vardı. İndi hər bir hakimiyyətin bir müvəqqəti olsun, uzun müddətli olsun, o proseslərin, inqilabların içində olmayacaq. Elə-belə sırf 4-5 dənə küçə bazar sözündən ona məsələn necə deyim, yanaşmaq, onu yozmaq, tənqid etmək, məhkum etmək də düz deyil. Amma bunu nəzərdə alaq. Əsas məsələ, mən sizin bir çox dostlara indi bütün fərqli fikirlər ola bilər və bu da təbiidir. Hər bir hərəkətdə insanlar yəni fikir ayrılığı düşüncəsi Bəli, bəli. olur da, fərqli olur. Mən bunlara da hörmətlə yanaşıram. Amma bu demək deyil ki, onları məsələn tamamilə də haqqı verəm. Çünki diqqət eləsəniz, elə bax örnək götürək. Pişəvər hərəkatında Zəncanı əvvəldə Pişəvər hökumətinin, milli hökumətinin o nəzarət dairəsində idi. Amma qismən şərait dönəndə hələ rəsmi hakimiyyət, milli hökumət yerində idi, davam edirdi. Zəncanı əldən verdilər. Birincisi bunu deyim, nə qədər gücün olursa, o qədər haqqın var. Sən ərazi götürə bilərsən. İndi bitişik bizim Güney Azərbaycan türkləri nəzərdə tutsan, təbii ki, Hələc Tehrana gedib çıxıb. Oradan yerli Xələc türkləridir, Qum ərazisidir, indi mərkəzi Ustan deyilən, əyalət deyilən, qədim İraqa Əcəmki deyilər, indi Ərak olubdur, Sava filan. Bunların hamısı bitişik Azərbaycan tarixi torpaqlarıdır və Həmədanı da nəzərdə tutsaq. İndiki Kürdistan əyaləti deyilən Ərdalan olubdur, Ərdalan bölgəsi olubdur ki, indi Kürdistan adı veriblər. Amma məsələ buradadır. Niyə də biz Tehran mərkəzli düşünməyək milli hərəkata? Niyə də düşünməyək? Çünki onsuz da Təbriz bizim ana yurdumuzdur, orta ocaqdır və bu danılmazdır. Yəni belə Kürdlərin özü də ən o pis halda iddiaları ki olur Güney Azərbaycanda, Qərbi Azərbaycan əyalətinin ərazisinə Təbrizin adını çəkə bilmirlər. O yəni müzakirə yeri deyil. Yaxşı, bizim təsəvvür edin, deyirik 40 milyon türk var, 40 milyon Güney Azərbaycanlı deyil, 40 milyon içində Kirmanın bıçaqçıları var, Qaşqay əsirləri onların Afşar türklərindəndir və qismən türkəmənlərdən, düz İranın mərkəzində. Hələ indi az sayda dağınıq, məsələn, operasiyada deyirlər ki, bu şəhər əyalətində də vardı, amma İsfahanda, Avquristanı, Xuzistan türkləri götürəndə gəlib çıxır Həmədan ərazisi, sonra ümumiyyətlə keçir Türk ərazisində toplumuna, hətta Afşarların Xorasanda təxminən 4 milyon cəmiyyəti var, böyük, nəhəng bir özlərinə görə potansiyeldirlər və xüsusilə də Şimali Xorasanda bu saat yerli telekanalı belə Ətrək adında elə türkçə veriliş aparır. Yəni çoxunluğu təşkil edirlər. Yəni bir türk əyalətidir. Bütün bunları nəzərdə tutanda təxminən məsələn deyirik ki, İranda 40 milyon türk cəmiyyəti vardır. İndi o özdə o adı fars olmuş, özləri danmış, assimilyasiya olmuş götürəndə elə beləliklə indi o az sayda məsələn nisbət türklərə 1 milyon, 2 milyon cəmiyyət olan Lordu, Ərəbdir, nə bilim Kürddür, bunların hamısının bayaq da deyim də fars deyə bir şey yoxdur. Bunlara çıxanda yenə də çoxunluğu türklər təşkil edirlər. Amma bu çoxunluq türklərin hələ sadəcə Tehranda olan kompakt türklər yaşayanlar
bilirsiniz də, bəlkə də İstanbuldan sonra ikinci ən çox türk yaşayan şəhərdir. Ən çox türk yaşayan paytaxt şəhəri. Paytaxt şəhərdir özü də. Onun Bəs kimi yaxşı. demişlər. Bəs yaxşı siz əgər Tehranı düşünməyən dostlarımız, bu adamların taleyi nə olacaq? Əgər orada bir fars, necə deyim, düşüncəli bir hakimiyyət qalacaqsa, deməli onların sən hamısını uduzursan. Həm də Tehran elə tarixi türk şəhəri. Türk şəhəri. Elə durub Tehranın etimologiyasına da geçsək, sonralar bu haqlarda danışarıq. Bir şey yoxdur. Məsələ budur ki, biz Tehranı hər kəs götürsə, İranı o götürübdür. Söz sahibi olmalı. Necə ki, deyirlər ki, Qarabağda Şuşanı hər kəs götürsə, Qarabağ onundur. Dəqiqən Tehranın mövqeyyəti, strateji əhəmiyyəti İranda bu saat elə bir Qarabağda Şuşa kimidir. Hər yerə əhatəsi var, iqtisadi, ondan sonra siyasi baxımdan, türklərin orada çoxluğu olduğundan mütləq Tehrandan başlamaq. Hətta olarsa belə Güney Azərbaycan Cümhuriyyəti qurulsa, paytaxtı onun Tehrandan olmalıdır. Yəni sən Tehranı götürsən, avtomat Tehranın ətrafı da, Sabah filan da sənin əhatəndə olmalıdır. Amma Tehrandan vaz keçsən, avtomat sən mərkəzi əyalətdən ki, tamamilə türklərdən ibarətdir, bundan zaten hamısından vaz keçibsən. Bu da mənə elə gəlir ki, məntiqli deyil. Yəni məsələn deyək ki, istiqlala nail olmaq mümkün olmadı bir mərhələdə. Tutaq ki, rejim dəyişikliyi reallaşdı. Tutaq ki, istiqlal məsələsi, İranın bölünməsi məsələsi reallaşmadı, xarici qüvvələr istəmədi, o şərait yetişmədi, amma tutaq ki, rejim dəyişikliyi reallaşdı. Rejim dəyişikliyi olanda mütləq konstitusiya dəyişməlidir. Təbii. Yeni konstitusiya yazılanda, konstitusiya harada yazılacaq? Tehranda yazılacaq. Aydındır. O yeni konstitusiyanı yazan qüvvələrə türklərin bir təsiri olmalıdır ki, o konstitusiyada məsələn türk dilinin rəsmi dil kimi qeyd olunsun. Bu məsələ bir dəfə biz təcrübə etmişik də. İcazə versəniz mən buradan deyim. Buyurun. Əgər sualınız bitdisə. Buyurun, bitti. 1979 inqilabındakı şahlığa qarşı idi. Gəldilər yeni konstitusiya, ya anayasa ki deyirlər, Güney Azərbaycanda izləyicilərimiz bilsinlər, qanuni əsası deyilir. Onda elə bu dil məsələsi müzakirəyə qoydular. İnqilabın Müvəqqət Şurası bunu təsdiqləyirdi və qeyddən layihə kimi vermişdilər, qeyddən keçirməliydilər. Burada kimlər əsas güclər idilər? Kimlər idi? Ümumiyyətlə türklər idilər. Amma çün dini prizmadan yanaşırdılar, hamısı dini alimlər idilər. Onların milli şuurları yox idi. Bir dənə behişti var idi, o durdu, səhv eləmirəmsə, Bəluçların orada təmsilçisinin qabağındakı dedi, qardaş, bu deyirsən ki, fars dili ilə paralel etniklərin, qeyri-farsların da dilləri azaddır məktəblərdə filan da, bu qanuna görə, 2-ci maddəsinə görə, 15-ci maddəsinin 2-ci bəndinə görə. Dedi ki, bəxtli azaddır, yəni bəli, icbaridir, yəni dövlət kitab, müəllim, nələr bu tədarük görməlidir və olmalıdır. Amma faktiki anlatma oldu. Bu olmaz. Yəni o konstitusiyanı yazan insanlar, milli təfəkkür insanlar oraya gedib çıxsaydı, o konstitusiyanı yazanlar... Yəni təməl daşı möhkəm qoymalıydilər, dəqiqləşdirməliydilər. Yəni necə mənim dilim, fars dili, hər şey fars dilində olmalıdır. Məktəb, idarə, media filan, onun yanında etniklərin də. Axı etnik bilirsiniz də, etnik azlığı deyilən sayca məhdud bir təşkil... Biz etnik azlıq deyil, biz çoxluğuq. Biz etnik deyilik ki, etnik azlığı deyilik. Ən azı bizim dildə 7 dənə dövlət var. Əgər dövlət millətçiliyi, dövlətçiliklə sayırsansa, biz bir millətik, türk milləti var, türk etniki demək düz deyil o. Bəli. Buna görə Tehranda mütləq çoxunluğu, türklərin çoxunluğunu nəzərə alaraq və bir çox tanınmış milli fəallar da orada yaşayıblar, təhsil alıblar, müəyyən dairələrdə, hazırda da dövlət qurumlarında işləyirlər. Biz Tehranı möhkəm yapışmasaq, elə sizə deyim, dediyim kimi Zəncan da bizə verilməyəcək ki, üstəlik İranın bir çox hissələrində ki, məsələn, Əncəlidə çoxunluqdadır türklər və ya Astara ki, son zamanlarda Zəngəzura oxşar götürdülər, belə boş-boş iddialarla, aynən Təbriz ki, o zaman əyalətin mərkəzi idi, 2 dənə gəllikdən keçməyə görə çətinlik çəkirlər, qışda soyuqda, sayın gəllikindən, heyran gəllikindən. Ona görə verdilər Gilan əyalətinin tərkibində oldu, idarə işlərinin inzibati ərazi idarəsinə görə. Yaxşı, Ərdəbil Təbrizdən ayrıldı, Ərdəbildən Təbrizə təxminən 1 saatdan az yoldur, halbuki də
neçə qat ondan çoxdur və Ərdəbillə də dadın arasında, Astaranın arasında Şəhəran əl kimi bir yol düzəlibdi. Demək olar ki, belə çox rahatdır və ümumiyyətlə də Astaranın cəmaəti gündəlik o produktların, alış-verişlərin, həkim işi filanı hamısını Ərdəbildən həll edirlər. Sadəcə o idarə işlərinə, inzibati məsələ ilə bağlı o götürsünlər, qaytarsınlar da və niyə qaytarmırlar? Ona görə biz nə qədər Tehrana möhkəm yapışmamışıq, mən deyirəm Astaranı da ala bilməyəcək heç, Zəngəzurda və o tərəfdən Həmədanda gedəcək. Amma Tehranda bizim iqtidarda olsaq, onda yəni bütün o proseslərin, dəyişikliklərin nəticəsini öz xeyrimizə yönəldə bilərik. İndi üzülürsən, bunun üçün də bir neçə faktoru nəzərdə almalıyıq. Biz indidən bu acı reallıqdır. Vahid rəhbərlik fikrində olmalıyıq. Çünki müxtəlif təşkilatlar, partiyalar, qurumlar ya fərdi həqiqətən də ürək yandıran belə sadiq insanlarımız, aktivlərimiz var. İndi düzdür, qara atmalar, bir-birinin hərəkətlərini bəyənməyib, hətta bir-birini məmurzad adlandırır. Bunlar cılız-cılız sözlərdir. Düzdür, hər hərəkətdə dövlət də müxalif olaraq, o düşmən olaraq o öz qüvvələrini sızdıra bilər. Və elə bu deyil ki, yoldan gələn planlı filan kəs məsələn İranın kəşfiyyatında belə də deyil. Amma söz buradadır ki, mütləq indi zamanıdır. İstəyək, istəməyək, hər bir hərəkatın ciddi, vahid beyin mərkəzi və onun başında ən azı vahid rəhbərdə olmasa, rəhbərlik şurası qaçılmazdır. Çünki bax diqqət edin, 2006-da mən özüm dəqiq xalqın içində idim, o aksiyada var idim, Ərdəbil meydanı qiyamında. Tərəkan Bəli, Tərəkan məsələsində sərişi deyirlər. 22 may hadisələri. İran qəzeti, İran adında qəzet var idi. İranda rəsmi dövlətin də o bələdiyyənin rəsmi adı idi, hesab orqanı idi. Amma onda üçün belə millət özündən belə bu da qari yemişdi, qaçılmışdı, bu hərəkət başlanmışdı. Hamının hesab o damarına toxunmuşdu da. Vahid rəhbərlik yox idi deyə nəticəyə varmadı. Yəni əgər o sistemli olsaydı, bir gündə davam etsəydi, mütləq bunu nəzərə alaq ki, o repressiv qüvvələrin özündəki əksəriyyətlərin türk təşkil edirlər. Onlara da belə eyni əhanət olunmuşdu və ürəkdən narazı idilər. Şərait çox yaxşı deyildi ki, elə bir tərəfə ki, məsələ bitilər. Amma vahid rəhbərlik olmadı deyə olmadı. Ona görə də Tehranı vahid rəhbərlik əsasında indidən dövlətin, yəni bu sanksiyaları, nələri nəzərdə tutsa, İran dövləti indi bərbad vəziyyətdədir. İran valyutası, yəni milli pulu bu saat ən zəif halındadır, dünyada zəif yerdədir. Və bu görünən odur ki, yəni bu perspektiv belə nəzərə gəlir ki, yaxın neçə ay ərzində təxminən dolların qiyməti İran realının qabağında ən azı bir 50%-də bahalaşacaq. Bu qaçılmazdır. İran valyutası qiymətdən düşəcək qiymətdən. Bunda yəni bir iqtisadiyyat zəif olduğu, onda insanlar narazı olurlar da. Təkcə bizim siyasi dil məsələsindən baxmayaq ki, bunun xəstəsi vardı, işçi qüvvəsi vardı, işsiz qalırlar. Əgər vaxt ki, iqtisadiyyat yatır, fəhlədə yatır, zavodlar, sexlər, karxanəçi deyirlər, hamısı bunları yatırlar. Nəticədə ümumi içəridən bir hüznü də vardı və narazılıq da vardı. Artıq yəni xalqla baş açıqdan gəzməkdən zaddan da keçir. İndi birinci iqtisadiyyatı qarın üçün hələ diri qalsın, ayaqda qalsın. Yəni o Tehrandakı o proseslərə təsir etməyə bizim gücümüz var. Bəzən deyirlər ki, bizim ona gücümüz çatmaz. Yox, əksinə, özümüzü Allah. Yəni imkanımız var. Yox, biz bilirsiniz, potansiyel olaraq varıq. Var. Amma bunu bir formalaşdırıb vahid bir hərəkətin rəhbərliyinin altında düzgün istiqamətləndirməyə çox ciddi o fikir fərqləri ki vardı, milli hərəkətdə təşkilatlar, şəxslər bir-birini zədələməkdən, çamur atmaqdan, qaralamaqdansa çox ciddi surətdə... Siz içəridə olanları nəzərdə tutursunuz, yoxsa çöldə, həm içəridə, həm çöldə? Həm içəridə, həm çöldə. Çünki bu təşkilatların birliyini... Bu içəri-çöl hərəkətin uçuşdura bilən qanatıdır. Yəni bu iki qanatın biri olmasa, biri alınmayacaq. Bir tərəfli olmaz. Ona görə mən çox bunu səmimiyyətlə deyirəm. Olduqca, yəni nə qədər ki imkanı var,
bu gerçi mümkün qədər bu birləşmə, höbürləşmə, anlaşma olmalıdır. Yersiz ittiham atmaqlar, sənədsiz, sübutsuz, faktsız, şəkk-şübhə ilə bir-birinə yanaşmaq yox. Biri ki, qılınc üzdən bağlayıb, onun təklifi bəllidir. O başqa məsələdir. Ona hamı tənqid eləyər və ondan görə. Amma olar ki, güya məsələn sənin xoşun gəlmir, bəlkə də hər səbəbdən qısqanma filandan gələsən, biri məmur adlandırasan, bu həqiqətən milli hərəkəti sevənin elə bilməz. Sən necə milli düşüncəlisən, faktın olmadan yalanla insanları qaralayırsan və bu Tehranın güclənməsinə səbəb olur. Sən bir yumruq olan bizim nəhəng panfarsizm adında Şahrullahi, Şeyxullahi, Tehran mərkəzli və hətta Tehran müxalifləri, panfarslardan ibarət güclü lobbiləri var. Onsuz da onlar bizi yıxıb sürüyürlər. Heç olmazsa sən mənə qənim olma, mən sənə qənim olmayayım. Mən də Güney Azərbaycan Milli Hərəkatının azadlığını uğurunu istəyirəm, sən də. Tutaq ki, sən oturubsan, məsələn, İsveçrədə, məsələn, mən də oturmuşam Türkiyədə və biri də oturub Təbrizdə. Yox, biz bir-birimizə dayaq olaq da, niyə bir-birimizə qarşı olmalıyıq? Bunun nə mənası var? İnşallah dedikləriniz baş tutar. İnşallah Güney Azər Milli Hərəkat öz hədəfinə yaxın gələcəkdə çatar. Umuram, mən bunu nəzərdə alasınız ki, o dərdli deyingən olar və o qədər proseslər gərgin gedir, hadisələr çoxdur, nə bilim, deməli sözlər vardır. Adam məcbur olub bu xaladan o xalaya atlana, yəni yekunlaşdırmaq olmur. Dərd adamı belə deyim də sıxlaşdırır. Umuram ki, indi müəyyən qədər cavablarınızı açıq almış olasınız. Bəlkə də qüsurum oldu. Çox sağ olun. Bugünlük bu qədər. İnanıram ki, tamaşaçılarımız üçün çox maraqlı bir veriliş oldu. Və hələ biz növbəti verilişlərdə də inşallah söhbətlərimiz olacaq. Çox sağ olun Həbib bəy. Təşəkkür edirəm mən də Dəvətimizi qəbul edib sizdən və bütün gəldiniz. tamaşaçılarımızdan da minnətdaram ki, səmimiyyətlə qulaq asırlar və çox sevinərik də tənqidlərin, sözlərin, şərhlərin yazırlar. Biz də əlimiz çatan qədər cavab veririz. Çox sağ olun. Çox sağ olun. Hörmətli tamaşaçılar, bununla da bugünkü verilişimiz başa çatır. Sağ olun, gələn görüşlərə.